9. bölüm İnam ve Şüphe Edebi felsefi esse 1. Ebedi mübahise 2 dünya, 2 mana, 2 güvve karşı karşıya dayanmıştı. İnan ve şüphe. Faust ve Mefistofel. Biri sonsuz, mütlak həqiqətə can atır. Ömrün mənasını əbədi yolçuluqda görür. Bu hikmətin qüdrətinə inamını heç vaxt itirmir. Daim axtarır və kamilləşir. O biri şübhəçiliyə, inamsızlığa, şərə xidmət edir. İnsana inanmır. Ömrün mənasını inamsızlığın təsdiqində görür. Biri həqiqətə qovuşmaq üçün həyatından keçir. Əzab işgəncələrə məruz qalır. Lakin yolundan dönmür. Qarşısına çıxan cəlbedici və füsunkar, qorxulu və amansız maniyələri dəf edir. O biri həyatını insanı alçaltmağa, yolundan azdırmağa həsr etmişdi. Biri deyir ki, insan hər şeyə qadirdir. Həqiqəti dərk etməyə zəkası, iradəsi çatar. Yüksək arzuları naminə keçici hisslərini qurban verməyə qabildir. O biri deyir ki, insan bir heçdir. Ani hisslərin əsiri olan, aciz, qorxaq, xəbis. İdealı ilə həyatı, bir-birini inkar edən çirkin bir məxluqdur. Həyat onları yol-yoldaş etmişdi. Mefistofel yoldaşlarını həqiqət yollarından uzaqlaşdırmağa, ehtirasları coşduran və əqli söndürən nəşə məskəninə cəlb etməyə çalışır. Arzusunun həyata keçməsinə onda sonsuz inam var. Çünki insanın mənəvi qüdrətinə inanmır. Faust gəncliyi illərini fəda etdiyi kitablar aləmindən ayrılmış, məhəbbət aləminə çəkilmişdi. Mefistofel şənlənir. İnsan belədir. Qabalına hissini oxşayan bir şey çıxdı mı, idealından, yolundan dönməyə hazırdır. Lakin Mefistofelin sevinci tez də sönüb gedir. Faust sevdi, sevildi. Lakin füsunkar məhəbbət ölkəsində əbədi qalmadı. Həqiqəti dərk etməyə olan həvəsi sönmədi. O Mefistofelə buradan gedək dedi. Mefistofel Faustu keyfi işrət məclisinə gətirdi. Faustun narahat qəlbi bir anlıq burada dincəldi. Lakin bu aləmdə Faust aləminə çevrilmədi. Faust burada dayanmadı. Mefistofel Faustu antik dünyanın gözəllik güşəsinə aparır. Faust əfsanəvi Yelenanın məhəbbətini qazanır. Onun əri olur. Atalıq qismətinin şeiriyyətini və faciəsini duyur. Mefistofelin sevinci yerə göyə sığmır. Lakin bu sevinç də qəmə çevrilir. Faust yenə də Mefistofelə, buradan gedək, deyir. Mefistofel Faustu haraya aparırsa aparsın, Faust həqiqət yoluna qayıdır. Mefistofel Faustu həqiqət yolundan azdırmağa nə qədər çox səy edirsə, Faust həqiqətə bir o qədər yaxınlaşır. Nəhayət o həqiqətini tapır. Daimi qəhrəmanlıq, daimi fədakarlıq, daimi kamilləşmə, daimi fəaliyyət. Budur mütləq həqiqət. İnam ilə şübhə arasında gedən əbədi mübahisədə inam qələbə çalır. 2. İnam metamorfozaları. Shakespeare İnamı. İnsan öz təbiəti etibarilə xeyrə, yoxsa şərə meylidir. Naşı inam və süni həyat, inamsız həyat və ölüm. Bu məsələlər Shakespeare'i həmişə düşündürmüşdü. Shakespeare'ə görə şər fəaliyyət insan təbiətinə tamamilə yaddır. O insanı özünə, öz təbii mahiyyətinə yad və düşmən qüvvəyə çevirir.
Yazıq Maqbet, binəva Maqbet. O haradan biləydi ki, qəlbini bürüyən şöhrətpərəstlik hissi onu öz insani təbiətinin qəddar cəlladı edəcəkdi. Haradan biləydi avam Maqbet, naşı Maqbet ki, Kral Dunkanı öldürməklə özünün qatilinə çevriləcəkdi. Bu acı həqiqəti o geç, krallıq taxtına çıxandan sonra bildi. Elə buna görə də indi Dunkanın qanlı xəyalı Maqbetin gözü qarşısından çəkilmir. Ona görə də kral olandan sonra Maqbet adi insanı sevincdən məhrum olmuşdu. Maqbet insan idi. Ona görə də cəllad ola bilməzdi. Onu cəllad olmağa sövq edənlər də insan deyildilər, ifritə idilər. Bu hadisəni ön plana çəkməklə Şekspir, Maqbetin gördüyü iş insan işi deyil, şeytan işidir, deyirdi. Bu səbəbdən döyüş qəhrəmanı Maqbet qətil qabağı dərin həyəcan keçirir. Sanki qeyri-şüuri olaraq fəaliyyətinin qeyri-təbii mahiyyətini dərk edir. Nədən biləydi bədbəxtlidir Maqbet? Qatil sərkərdənin xəyalpərəst qadını ki, ərini Dunkanın otağına göndərməklə o qadınlıq, insanlıq, etibar adlanan təbii və müqəddəs bir həqiqətə qarşı çıxmışdı. Bəli, Maqbet və onun qadını çox naşı adam imişlər. Onlar nə həyatı, nə insanları, nə də özlərini dərk etmişlər. Onlar cəlladlığı asan iş bilmişlər. Buna görə də qan ləkəsilədi Maqbetin gözü qarşısında həmişə dayanır, ağlını əlindən alır, məhv edir. Cəllad haqqında olan əsərdə Şekspir insana böyük inan təlqin edir. Qatil, cəllad görəndə insanlıqdan üz döndərmə. Qatillik, cəlladlıq, qeyri-insani, qeyri-təbii fəaliyyətdir, süni mövcudluqdur, deyir. Eyni zamanda dahi dramaturq öz əsərlərində süni həyat tərzinin yaratdığı inamın da faciəvi mahiyyətini açıb göstərmişdi. Kral Lir özünə dünyalar qədər inanırdı. Elə hesab edirdi ki, şəninə deyilən təmtəraqlı təriflər qəlblərinin dərin güşəsindən gəlir. Lir haqqında adi tərzdə danışmaq qəbahətdir. Əgər kiçik qız Kordeliya atasını, bacıları kimi dünyanın ən böyük sərvəti adlandırmırsa, deməli o, görünməmiş bir cinayət edir. Özünə dünyalar qədər inanan Lir, dünyanı və insanı anlamaq qabiliyyətindən məhrum olmuşdu. O mahiyyətdən çox zahiri əlamətə, hissdən çox sözə, adi həqiqətdən çox qeyri-təbii, parıltılı yalana inanır. Krallıq səltənəti Lirdə naşı bir inam yaratmışdı. Onun xəyalında qeyri-adi şahlıq rütbəsi insani məziyyətləri ilə eyniləşmişdi. Əgər Lir qeyri-adi bir rütbəyə sahib olmuşdusa, deməli özü də qeyri-adi bir insandı. Ünvanına yağdırılan təriflər mütləq həqiqətdir. Kral Lirin qulağı süni sözlərə o qədər alışmışdı ki, səmimi sözlər onu adi halından çıxarır. Allaha demək olarmı ki, onu adi ata kimi sevirsən? Bütə demək olarmı ki, ərə gedəndən sonra ona olan məhəbbətin bir hissəsini ərinə bəxş edəcəksən? Adi ata üçün bunlar kifayət olardı. Lakin Lir üçün bunlar az deyilmi? Adi ata bu sözlərdən ötəri övladını əzizlərdi. Lakin kral ata övladını cəzalandırmalı, lənətləndirməli, var-dövlətdən məhrum etməlidir. Kordeliya ağıllıdır, təmizdir. Kral Lir üçün bunlar azdır. Kordeliyada ciddi bir cəhət, sünilik çatışmır.
Bu isə kral aləmində ən çox qiymətləndirilən keyfiyyətdir. Burada həqiqətlə sünilik yerlərini dəyişmişlər. Burada sünilik inama çevrilmişdi. Kral Lir özünə o dərəcədə inanır ki, həqiqətə inanmağa ehtiyac duymur. Lakin zəmanə dəyişir və Kral Lirin qəlbində öz inamına şübhə yaranmağa başlayır. Zəmanə dəyişilir və Lirin naşı inamı məhv olur. Zəmanə dəyişilir, taxt-tac əldən gedir. Lir adiləşir, insanlaşır. Şahlıq da cəlladlıq kimi qeyri-təbii fəaliyyətdir. Cəlladlıq insanı cismani cəhətdən məhv edirsə, şahlıq insanı kör edir. Cəlladlıq insana məhəbbət hissinə yatdısa, şahlıq həqiqət hissinə yatdı. Cəlladlıq insanı insanlıqdan ayırırsa, şahlıq onu həyatdan ayırır. Taxt-tac əldən getdikdən sonra Lir ayılır. Qızı Kordeliyanın nəcibliyini dərk edir. Nanəcib ata haqqında olan əsərdə Şekspir insan nəcibliyini təsdiq etmişdi. Nanəcib şahlara rast gələndə insanlıqdan üz döndərmə. Nanəciblərin səbəbi insan təbiəti deyil, şahlıqdır, deyir. İnsana inam mövcudluğun ilkin əlamətidir. Geniş ürəkli, möhtəşəm mavır Otello insanlara inanır. O dərəcədə inanır ki, insanların arasında Yagoların peyda olduğunu görmür. Yəni Yagonun Yagoluğunu hiss etmir. Yagonun böhtanlarına inanır. İnanır və dəhşətə gəlir. Onun dünyalar qədər sevdiyi, dünyalar qədər inandığı sevgilisi Dezdemona xəyanətkardır. Deməli həyatda heç kimə, heç nəyə inanmaq olmaz. Lakin inamsız yaşamaq olarmı? İnamsız həyat ölüm deyilmi? Belə olduqda inamı bərpa etmək, xəyanətkarı öldürmək lazımdır. Xəyanətkar qeyri-təbii insandır. İnsanlıq, insan naminə Dezdemona məhv edilməlidir. Yago Otello'nun çox dərin hisslərini təlatümə gətirmişdi. Otello inamsız yaşamaz. Otello Dezdemona'nı öldürəcək. Otello qatil olacaq. Bir də dünyada xəyanətkarlar olmasın deyə. Bir də insana inam sarsılmasın deyə. Dezdemona'nın günahsızlığı sübut ediləndə Otello inamını bərpa edir. Xəyanət baş verməmişdi. İnam itməmişdi. Otello rahat ölə bilər. Soruşula bilər. Necə olmuşdu ki, Otello kimi bir qüdrət, Yago kimi naqisə inanmış, onun kələyinə uymuşdu. Burada təəccüblü bir şey yoxdur. Genişürəkli insanların inamı da sonsuz olur. Lakin Otello, sadəlöflüyü Yago fəhmindən müqayisə edilməz dərəcədə yüksəkdir. Çünki Otello, sadəlöflüyünün arxasında təbiilik, Yago fəhminin arxasında isə sünilik durur. Çünki sadəlöf Otello insana inam, fəhimli Yago isə insana şübhə fəlsəfəsini təsdib edir. İkisi də məhv olur. Biri inam cəngavəri kimi, o biri isə fitnə təcəssümü kimi. İnsan öz təbiəti etibarilə uca, ülvi, nəcib bir varlıqdır. Əgər o alçalır, eybəcərləşir, məhv olursa, bunun səbəbini zəmanədə qeyri-insani, qeyri-təbii qüvvələrin fəaliyyətində axtarmaq lazımdır. Şekspirin inam konsepsiyasının mənası bundan ibarətdir. Şekspir inamı. İnsan öz təbiəti etibarilə xeyrə, yoxsa şərə meyl edir. Naşı inam və süni həyat. İnamsız həyat və ölüm.
Bu məsələlər Şekspiri həmişə düşündürmüşdü. Şekspirə görə şər fəaliyyət insan təbiətinə tamamilə yaddı. O insanı özünə, öz təbii mahiyyətinə yad və düşmən qüvvəyə çevirir. Yazıq Makbet, binəva Makbet. O haradan biləydi ki, qəlbini bürüyən şöhrətpərəstlik hissi onu öz insani təbiətinin qəddar cəlladı edəcəkdi. Haradan biləydi avam Makbet, naşı Makbet ki, Kral Dunkanı öldürməklə özünün qatilinə çevriləcəkdi. Bu acı həqiqəti o, gec, krallıq taxtına çıxandan sonra bildi. Elə buna görə də, indi Dunkanın qanlı xəyalı Makbetin gözü qarşısından çəkilmir. Ona görə də, kral olandan sonra Makbet adi insani sevincdən məhrum olmuşdu. Makbet insan idi. Ona görə də cəllad ola bilməzdi. Onu cəllad olmağa sövq edənlər də insan deyildilər, ifritə idilər. Bu hadisəni ön plana çəkməklə Şekspir, Makbetin gördüyü iş insan işi deyil, şeytan işidir, deyirdi. Bu səbəbdən döyüş qəhrəmanı Makbet qətil qabağı dərin həyəcan keçirir, sanki qeyri-şuuru olaraq fəaliyyətinin qeyri-təbii mahiyyətini dərk edir. Nədən biləydi bədbəxtlidir Makbet? Qatil sərkərdənin xəyalpərəst qadını ki, ərini Dunkanın otağına göndərməklə o, qadınlıq, insanlıq, etibar adlanan təbii və müqəddəs bir həqiqətə qarşı çıxmışdı. Bəli, Makbet və onun qadını çox naşı adam imişlər. Onlar nə həyatı, nə insanları, nə də özlərini dərk etmişlər. Onlar cəlladlığı asan iş bilmişlər. Buna görə də qan ləkəsi Ledi Makbetin gözü qarşısında həmişə dayanır, ağlını əlindən alır, məhv edir. Cəllad haqqında olan əsərdə Şekspir insana böyük inan təlqin edir. Qatil, cəllad görəndə insanlıqdan üz döndərmə. Qatillik, cəlladlıq, qeyri-insani, qeyri-təbii fəaliyyətdir, süni mövcudluqdur, deyir. Eyni zamanda, dahi dramaturq öz əsərlərində süni həyat tərzinin yaratdığı inamın da faciəvi mahiyyətini açıb göstərmişdi. Kral Lir özünə dünyalar qədər inanırdı. Elə hesab edirdi ki, şəninə deyilən təmtəraqlı təriflər qəlblərinin dərin güşəsindən gəlir. Lir haqqında adi tərzdə danışmaq qəbahətdir. Əgər kiçik qız Kardeliya atasını, bacıları kimi dünyanın ən böyük sərvəti adlandırmırsa, deməli o, görünməmiş bir cinayət edir. Özünə dünyalar qədər inanan Lir, dünyanı və insanı anlamaq qabiliyyətindən məhrum olmuşdu. O, mahiyyətdən çox zahiri əlamətə, hissdən çox sözə, adi həqiqətdən çox qeyri-təbii, parıltılı yalana inanır. Krallıq səltənəti Lirdə naşı bir inam yaratmışdı. Onun xəyalında qeyri-adi şahlıq rütbəsi insani məziyyətləri ilə eyniləşmişdi. Əgər Lir qeyri-adi bir rütbəyə sahib olmuşdusa, deməli, özü də qeyri-adi bir insandı. Ünvanına yağdırılan təriflər mütləq həqiqətdir. Kral Lirin qulağı süni sözlərə o qədər alışmışdı ki, səmimi sözlər onu adi halından çıxarır. Allaha demək olarmı ki, onu adi ata kimi sevirsən? Bütə demək olarmı ki, ərə gedəndən sonra ona olan məhəbbətin bir hissəsini ərinə bəxş edəcəksən? Adi ata üçün bunlar kifayət olardı. Lakin Lir üçün bunlar az deyilmi? Adi ata
Bu sözlərdən ötəri övladını əzizlərdi. Lakin kral ata övladını cəzalandırmalı, lənətləndirməli, var dövlətdən məhrum etməlidir. Cordelia ağıllıdır, təmizdir. Kral Lir üçün bunlar azdı. Cordelia'da ciddi bir cəhət, sünilik çatışmır. Bu isə kral aləmində ən çox qiymətləndirilən keyfiyyətdir. Burada həqiqətlə sünilik yerlərini dəyişmişlər. Burada sünilik inama çevrilmişdi. Kral Lir özünə o dərəcədə inanır ki, həqiqətə inanmağa ehtiyac duymur. Lakin zəmanə dəyişir və Kral Lirin qəlbində öz inamına şübhə yaranmağa başlayır. Zəmanə dəyişilir və Lirin naşı inamı məhv olur. Zəmanə dəyişilir, taxt tac əldən gedir. Lir adiləşir, insanlaşır. Şahlıq da cəlladlıq kimi qeyri-təbii fəaliyyətdir. Cəlladlıq insanı cismani cəhətdən məhv edirsə, şahlıq insanı kör edir. Cəlladlıq insana məhəbbət hissinə yatdırsa, şahlıq həqiqət hissinə yatdı. Cəlladlıq insanı insanlıqdan ayırırsa, şahlıq onu həyatdan ayırır. Taxtac əldən getdikdən sonra Lir ayılır. Qızı Cordelia'nın nəcibliyini dərk edir. Nanəcib, ata haqqında olan əsərdə Şekspir insan nəcibliyini təsdiq etmişdi. Nanəcib şahlara rast gələndə insanlıqdan üz döndərmə. Nanəciblərin səbəbi insan təbiəti deyil, şahlıqdır, deyir. İnsana inam mövcudluğun ilkin əlamətidir. Geniş ürəkli, möhtəşəm mavvur Otello insanlara inanır. O dərəcədə inanır ki, insanların arasında yagoların peyda olduğunu görmür. Yəni, yagonun yagoluğunu hiss etmir. Yagonun böhtanlarına inanır. İnanır və dəhşətə gəlir. Onun dünyalar qədər sevdiyi, dünyalar qədər inandığı sevgilisi Desdemona xəyanətkardır. Deməli, həyatda heç kimə, heç nəyə inanmaq olmaz. Lakin inamsız yaşamaq olarmı? İnamsız həyat ölüm deyilmi? Belə olduqda inamı bərpa etmək, xəyanətkarı öldürmək lazımdır. Xəyanətkar qeyri-təbii insandır. İnsanlıq, insan naminə Desdemona məhv edilməlidir. Yago, Otello'nun çox dərin hisslərini təlatümə gətirmişdi. Otello inamsız yaşamaz. Otello Desdemona'nı öldürəcək. Otello qatil olacaq. Bir də dünyada xəyanətkarlar olmasın deyə. Bir də insana inam sarsılmasın deyə. Desdemona'nın günahsızlığı sübut ediləndə, Otello inamını bərpa edir. Xəyanət baş verməmişdi. İnam itməmişdi. Otello rahat ölə bilər. Soruşula bilər. Necə olmuşdu ki, Otello kimi bir qüdrət, Yago kimi naqisə inanmış, onun kələyinə uymuşdu. Burada təəccüblü bir şey yoxdur. Geniş ürəkli insanların inamı da sonsuz olur. Lakin Otello sadəlöflüyü Yago fəhmindən müqayisə edilməz dərəcədə yüksəkdir. Çünki Otello sadəlöflüyünün arxasında təbiilik, Yago fəhminin arxasında isə sünilik durur. Çünki sadəlöf Otello insana inam, fəhmli Yago isə insana şübhə fəlsəfəsini təsdiq edir. İkisi də məhv olur. Biri inam cəngavəri kimi, o biri isə fitnə təcəssümü kimi. İnsan öz təbiəti etibarilə uca, ülvi, nəcib bir varlıqdır. Əgər o alçalır, eybəcərləşir, məhv olursa,
bunun səbəbini zəmanədə, qeyri-insani, qeyri-təbii qüvvələrin fəaliyyətində axtarmaq lazımdır. Şekspirin inam konsepsiyasının mənası bundan ibarətdir. Don Kixot inamı. Həyatda müxtəlif inam növləri vardı. Bunlardan biri də faciəvi komik inamdır. Faciəvi komik inam insanın həyat haqqında təsəvvürlərinin həyata uyğun gəlməməsindən yaranır. Faciəvi komik inam məzmunsuz, bəsit, bayağı həyatın insan xəyalında gözəlləşdirilməsi, ilahiləşdirilməsi, ideallaşdırılması zamanı meydana çıxır. Faciəvi komik inam insanın xeyirxah bir meylin əsrinə çevrildiyi zaman yaranır. Bir ideyaya vurğun olan insan ətrafda ondan başqa heç nə görmür. O hər şeyə həmin ideyanın gözü ilə baxır. Nəhayət, faciəvi komik inam dövrün ülvi hisslərə, nəcib məqsədlərə yad olduğu zaman yaranır. İlkin niyyətlərə gülməklə dövr özünə gülür. Don Kixot cəngavərlik fikrinə düşmüşdü. Lakin dövrdə cəngavərlikdən, ülviyyətdən əsər əlamət belə qalmamışdı. Cəngavərlik rəngarəng, möhtəşəm, sirli, əsrarəngiz həyat tərzi ilə bağlı olur. Bunlar həyatdan silinmişdi. Zəmanədə cəngavər arzularının zirvəsi, məhəbbət, ədaqət və gözəllik timsalı Dulcinea Toboskalar yoxdur. Olsa, adi kəndli qızı Aldonso Lorenzo vardı. Don Kixotun yaradıcı xəyalı onu Dulcinea Toboskaya çevirir. Həyatda cəngavər silah daşıyanı, qeyri-adi cəsarət və hünər timsalı adamlar yoxdur. Olsa, Sancho Panso var. Həyatda əbədi səfərə çıxan, məzlumları zalımların zülmündən xilas edən cəngavərlər yoxdur. Olsa, Don Kixanalar vardı. Lakin xəyal Don Kixananı Don Kixota çevirir. Voltaire deyirdi ki, əgər Allah yoxdursa, onu uydurmaq lazımdır. Cəngavər həyatı, cəngavər rəşadəti yoxdursa, onu uydurmaq lazımdır. Don Kixot onu uydurur və öz uydurmasına həqiqət qədər inanır. Don Kixot səfərə çıxır. Nə görürsə, onun xəyalında qeyri-adiləşir, sirli məna kəsb edir, Don Kixotlaşır. Göyün üzünü buludlar mı bürümüşdü? Xeyr, düşmən ordusu Don Kixotun üzərinə yeriyir. Buludlarla döyüşmək lazımdır. Traktirdə Don Kixotu qarşılayanlar fahişə qadınlardımı? Xeyr, ismətli, sədaqətli, yüksək mənəviyyatlı xanımlardı. Onları əyyaşların pəncəsindən xilas etmək cəngavərin müqəddəs borcudur. Xanımlar Don Kixotun qəribəliyinə gülürlərmi? Xeyr, onlar Don Kixotu alqışlayırlar. Qarşıda görünən yel dəyirmanları deyilmi? Xeyr, Don Kixotun qəddar düşmənləri, cadugərlərdir. Onlara cəngavər qılıncının gücünü göstərmək lazımdır. Furgonda gələn kişilər monarx, qadın isə adi, orta yaşlı arvaddımı? Xeyr, qadın prinsessa. Kişilər isə onu qaçıran qara qüvvələrdir. Don Kixot misilsiz, prinsessanı qara qüvvələrin əlindən xilas etməli, öz cəngavərlik vəzifəsini yerinə yetirməlidir. Meşədə Don Kixotun qarşısına çıxan ovçulardımı? Xeyr, Don Kixotun əvəzsiz, Dulcinea Toboskasını sehirləmiş şeytanlardır. Hadisələr Don Kixotun arzuladığı kimi cərəyan etmirsə də, o inamını itirmir. Dulcinea Toboskaya onun gözünə bəzən adi Aldonso kimi görünəndə, Don Kixot bunu
cadugərlərin sehri ilə əlaqələndirir. Don Kixot üçün idealına uyğun gəlməyən heç bir şey yoxdur. Buna görə də həyat Don Kixot xəyalında gözəlləşir, cazibədarlaşır, rəngarəngləşir. Eyni zamanda həyat ona gülür. Lakin Don Kixota gülməklə o ən çox özünə gülür. Əgər həyatda ən ülvi, ən təmiz niyyətlər gülüncdürsə, deməli həyat öz mahiyyətini itirmişdi. Əgər həyatda Don Kixotlar lazımsız adamlara çevrilmişsə, deməli həyat sönmüşdü. Əgər Don Kixot niyyətləri dəlilik kimi qiymətləndirilirsə, deməli həyatda soyuq ürəkli, qanadsız, yarımçıq, cılız arzulu adamlar hökm sürürlər. Əgər Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli dövr bu hisslərə yatdı. Əgər cəngavər Don Kixot əsərin axırında yenidən adi, normativ kixanaya çevrilirsə, deməli bəsitlik, bayağılıq, qanuna uyğun bir hadisə olmuşdu. Deməli zəmanədə Dulsineyaları Aldonsolar, Don Kixotları kixanalar əvəz edir. Lakin dəli, gülünc Don Kixot nə qədər işıqlı, ağıllı, normativ, kixanalar isə nə qədər sönükdür. Don Kixotun süqutunu göstərməklə yazıcı Don Kixotların yer üzündən silindiyini sübut etmək istəmişdi. Lakin Don Kixot yenə də səfərdədir. Ona gülürlər, onu daşa basırlar. Lakin yolundan döndərə bilmirlər. Çünki onsuz dünya zülmət gecəyə bənzəyərdi. Beethoven inamı, kədərdən sevincə, tale qapını döyür. Harada olursansa ol, o sənindədir. İnsan iradəsi bəzən sarsılır, ürəkdə kədər, qorxu yaranır. İnsan bəzən sızıldayır, deyir, əl çək məndən tali, səadətimin qənimi olma. Alır, zəhmili akordlarda səslənən tale mövzusu daim güclənir, tündləşir, gərginləşir. Tale insana meydan oxuyur. Beethoven'i ömrünün bahar çağında kar edən tale. Talenin təzyiqindən cana doyan insan, xatirələr aləminin şairanə anlarında nicat tapmağa çalışır. Biraz rahat nəfəs almaq üçün, biraz səadətə qovuşmaq üçün. Lakin tale burada da onunladır. O buraya da daxil olmuş, öz heybətli simasını şirin xatirələr dumanları arasında gizlətmiş və indi göstərir. Kim olursansa ol, hara gedirsənsə get, hansı qapını açırsansa aç, tale səni gözləyir. Deməli talenin boğazından yapışmaq lazımdır. Deməli insan öz-özünün xilaskarı olmalıdır. Deməli talenin atdığı əlcəyi yerdən götürmək lazımdır. İnsan tale ilə əlbəyaxa vuruşa başlayır. Kədər melodiyaları qələbə himni ilə əvəz edilir. Tale məğlub olur. Kainat insanın qələbəsini alqışlayır. Ömrü boyu məşəqqətdən, mənəvi əzabdan başqa bir şey görməyən Ludwig van Beethoven insanlara sevinç bəxş edir. Ütmən inama, mən ütmənəm. Ey insanlar tərəfindən təhqir olunan, cəmiyyətdən murdar ət kimi atılan yazıq qadın. Əgər təbiət səni qəbul edirsə, mən səni niyə qəbul etməyim? Əgər güllər, çiçəklər, otlar səni qəbul edirsə, mən səni niyə qəbul etməyim? Mən ütmənəm. Ey məni tanımayan, ilk dəfə qarşılaşdığım naməlum yolçu,
Mənim sənə eyləyəcəyim məhəbbət dolu, ülfət dolu, mərhəmət dolu sözlər çoxdur. Mən ütmənəm. Qocaların gözəlliyini, insan ağlının, bədənin təbiətlə yaratdığı ahəngi vəsf edirəm. Təbiət nə yaradıbsa, o mənəm. Mən çöləm, çəmənəm, quşam, səhrayam, səmayam. Bunların hamısı məndə cəmləşib. Mən insanam. Yan valyan inamı. İnsana məhəbbət üstə katorqaya düşmüş. İnsan, zülmət gecədə insanlar arasında özünə məskən tapmır. Ona heç kəs qapı açmır. Çünki onun sifətində dustaqxana möhrü vardır. Nəyə görə, kimə görə dustaqxanaya düşmüsən deyə soruşan yoxdur. Dustaq olmusan, deməli qanunu pozmusan deyənlər var. Belə anda insan amansız canavara dönər. Belə anda onun sifətindən, gözlərindən insanlara sonsuz nifrət, sonsuz hiddət yağar. Adi insani hörmətdən məhrum olan insan, insanlığa inamını itirər. Lakin onun qarşısında mehriban insan, nurani qoca dayananda, gözəl bir şəxsiyyət ona, əziz bir qonaq kimi nəvaziş, hörmət göstərəndə, insan yenidən insana çevrilər. İnsana inamını yenidən bərpa edir. Bu müqəddəs insan ona adi və ülvi bir inam təlqin edər. İnsanı ən böyük bir sərvət kimi qiymətləndirmək lazımdır. Əsil insan özündən çox başqasını düşünməlidir. Nə yaxşı ki, bu zülmətli gecədə, bu biganə, daşqəlbli adamlar içərisində yanvalyan insanlıq timsalına rast gəldi. Nə yaxşı ki, 100.000 insana bənzər məxluq arasında bəzən bir nəfər insana rast gəlirsən. Belə insanlar şəxsi mahiyyətlərindən kənara çıxaraq rəmzi məna kəsb edirlər. Onlar öz mövcudluqları ilə sanki sübut edirlər ki, insan hələ insan olaraq qalır. Bəşəriyyət hələ iflasa uğramamışdı. Belə insanlardan biri Janvalyanı insan, özü də kamil bir insan etdi. Bundan sonra Janvalyan öz işığıyla işıqlanan insanpərvərliyə xidmət edəcəkdi. Bundan sonra Janvalyan bir həqiqətə, insana məhəbbət hikmətinə xidmət edəcəkdi. Öz yeni əqidəsinə sonsuz inam bəsləyən Janvalyan, insanpərvərlik imtahanından şərəflə çıxır. Birinci imtahan. Janvalyan şəhərin nüfuzlu, hörmətli meridir. Bu hörməti o, öz qabiliyyəti, əməyi sayəsində qazanmışdı. Əvvəlki həyatla vidalaşmış, hətta adını da dəyişmişdi. Lakin Əzazil zor qanunu Janvalyanı unutmamışdı. Zahirən Janvalyana bənzəyən bir adam həbs edilmişdi. Onu edam gözləyir. Əgər Janvalyan ədaləti bərpa etmək istəməsəydi, heç bir kəs onu günahlı saymazdı. Lakin günahsız adamın qətl edilməsi insanpərvərliyə ziddir. Ona görə də Janvalyan məhkəmədə həqiqəti söyləyir və özünü qanunun ixtiyarına verir. İkinci imtahan. Janvalyanın Javər adlı antipodu, düşməni vardı. Janvalyan insana, Javər isə qanuna pənah gətirmişdi. Janvalyan, insan hər şeydir, Javər isə qanun hər şeydir, əqidəsinə xidmət edir. Janvalyan insan üçün özünü unudursa,
Javər qanun üçün insanı unudur. Jan Valjean, qoy hər şey məhv olsun, təki insan xilas olsun prinsipinə əsaslanırsa, Javər, qoy hər şey məhv olsun, təki qanun təsdiq edilsin prinsipinə əsaslanır. Javər Jan Valjeanın əlinə keçib. Jan Valjean inqilabi tribunalın əmrinə əsasən Javeri güllələməlidir. Javər ölümü gözləyir. Dəqiqələr keçir. Lakin qətl mərasimi uzanır. Bu nə oyundur? Xeyr, oyun deyil. Jan Valjean yoxdur. Jan Valjean düşmənini xilas etmişdi. Bununla o, Javeri sarsıtmış, öldürmüş, didib parçalamışdı. Demişdi ki, dünyada sən bədbəxt, Javerin pərəstiş etdiyi zor qanunlarından başqa qəlb qanunları da vardı. Sən, Javer, bir heçliksən. Dünyada sənin görmədiyin, duymadığın ülvi kəlamlar, həqiqətlər var. Ömrünü çox iyrənc bir ideala həsr etmisən. Sənin idealın qəlbində yaranan şübhənə tab gətirə bilməz. Bu şübhəni qəlbində kimsə yaratmalıydı. İndi öz gününə ağla. Ömür nəyə həsr edilib, nəyə qurban verilib? Javər intihar edir. Humanizm böyük, ibrətamiz bir qələbə çalır. Nə qədər ki həyatda böyük, yaxud kiçik Jan Valjeanlar var, yaşamağa dəyər. Qorki inamı. İnsan vüqarlı səslənir. Ona rəhm eləmək, onu alçaltmaq deməkdir. Əgər sən özünə lazım deyilsənsə, kimə lazımsan? Lakin əgər yalnız özünə lazımsansa, sən kimsən? İnsana məhəbbət, qeyri-insani həyata nifrət deməkdir. Əgər düşmən təslim olmursa, onu məhv etmək lazımdır. Dünyada ən böyük düha xalqdır. 2-ci bölüm. Şübhə metamorfozaları. Müdrik şübhə. Sənət tarixini xəyalımızda canlandırarkən, gözümüzün qabağında böyük bir şübhələnənlər silsiləsi dayanır. Onları şübhəyə salan nədir? Şübhə nədən doğur? Acizlikdən, ləyaqətsizlikdən, yoxsa ləyaqətdən, müdriklikdən? Özü haqqında heç bir şey bilməyən, bu cəhətdən avam olan Çar Edip, rahat, firavan həyat sürürdü. Onun təbiəti zəmanəyə həmahəngidir. İnsan ilə dünya bir-birinə qovuşmuş, can bir olmuşdu. Çar Edip dünyanı sevirdi. Dünya onu şahlıq taxtına çıxarmış, möhtəşəm bir sima etmişdi. Lakin ucalıqda dayananlar da gec-tez acı həqiqəti bilməli olurlar. Həqiqət isə ondan ibarətdir ki, Çar Edip bilmədən, istəmədən, Zevsin iradəsi ilə dəhşətli, görünməmiş bir cinayət etmişdi. Atasını öldürmüş və anası ilə evlənmişdi. Dünya Çar Edip'in mehriban dostu yox, ikili düşməniymiş. Bu həqiqəti görən göz kör olur. Budur naşı inamın törətdiyi faciə. Budur müdrik şübhənin qüdrəti. Bədbəxt, fənalı, kör Edip şən, firavan Edip'dən müqayisə edilməz dərəcədə yüksəkdir. Çünki həqiqəti dərk etmişdi. İnam onu həqqiyyətdən uzaqlaşdırmışdısa, şübhə onu həqiqətə yaxınlaşdırdı. Kör Edip dünyanı gördü. O ailədə 4 nəfər adam yaşayır. Onlardan 3'ü sakit, rahat həyat sürür. Çünki onlar düşünüb daşınmadan Allaha xidmət edirlər. Düşünüb daşınmadan hər gün əllərini göyə qaldıraraq, ali qüvvəyə öz məhəbbətini izhar edirlər. Lakin 4-cü düşünür.
Düşündükcə şübhə qəlbinə hakim olmağa başlayır. Əgər Allah zəkalıdırsa, niyə insanların ağıllı olmasından qorxdu və Adəm ilə Həvvanı cənnətdən qovdu? Əgər Allah ədalətlidirsə, niyə o valideynlərin intiqamını övladlardan alır, onların həyatını cəhənnəmə döndərir? Əgər Allah mərhəmətlidirsə, niyə özü ölməz ola-ola insanları ölməyə məhkum etmişdi? Deməli Allah pərəstişə, hörmətə layiq deyil. Deməli Allaha olan inam saxta inamdır. Bayronun kain faciəsinin qəhrəmanı şübhələnir. Bu şübhə onu bütün insanlara qarşı qoyur. Bu şübhə onu tənha bir insana çevirir. Çünki düşünənlər azdır. Şübhə kaini kamil edir və bəşəriyyətə düşmən edir. Kainin Allaha yağdırdığı nifrət insanları dəhşətə gətirir. Allaha əli çatmayan kain qardaşı Aveli öldürür. Şübhə onu qatil edir. Kaini bəşər aləmindən qovurlar. Hər yerdə o nifrətlə, hiddətlə qarşılanır. Onun sifətində qatil möhürü var, kain möhürü var. Şellinin məsum və munis qəhrəmanı Beatriça, atası Çençini Allahın kölgəsi hesab edirdi. Lakin ata övlad qatili olduqda, qızının namusuna təcavüz etdikdə, inam şübhəyə, özü də tək atasına qarşı yox, Allaha qarşı da böyük şübhəyə çevrildi. İnamını qəlbindən qopardığı üçün, inamsız yaşamaq mümkün olmadığı üçün atasını məhv edir. Mopassanın cannası məhəbbəti həyatın bəxş etdiyi ən müqəddəs bir varlıq sayırdı. Hansı cəmiyyətdə yaşadığını dərk etmirdi. Lakin əri Julienlə rastlaşandan sonra onun qəlbində şübhə baş qaldırmağa başladı. Bu şübhə hələlik canına duyğularına tam hakim değildi. Onun inam ümidi olan anası vardı. O Cannanın nəzərində səadət timsalıdır. Lakin anasının ölümü Cannaya daha dəhşətli bir həqiqəti açıb göstərir. Onun anası da başqaları kimi ərinə xəyanət edirmiş. Bu deyilməsi vacib olan həqiqət idi. Qoy Canna onu yana-yana içsin. Lakin müdrik şübhə gec-tez öz hökmünü verməli idi. Yoxsa insanlar nə həyatı, nə də özlərini düzgün dərk edə bilməzdilər. Ölülər aləmində yaşayan və çiynində ağır xalq dərdi daşıyan İskəndər də müdrik şübhə timsalıdır. O hamının inandığı bir qüdrətə şübhə edir. Ona görə də çoxunun nifrətini qazanır. İskəndər müdrik olduğu üçün kefli, yalqız, faciəvidir. Lakin möhtəşəmdir. Gördüyümüz kimi müdrik inam faciəli səslənir. Lakin eyni zamanda əzəmətli səslənir. Elxanın yoxdur Allah nidaları kimi. Çünki müdrik şübhə həqiqətin əkiz qardaşıdır. Mefistofel qəhqəhələri. Siz busuz, qardaş qardaşın xainliyini çəkir, onun xoş gününə dözmür, qəlbini sarsıdan xəbis bir hissdən özü qorxuya düşür. Mefistofel gülür, siz busuz, ailə dostu sayılan bir şəxs ev sahibinin namusunu ləkələyir. Bundan sonra etibardan, sədaqətdən dəm vurursunuz. Siz insanların həyatına heyvanlar da inanmırlar. Aliminiz heyvanları insanlara döndərmişdi. Onları xoşbəxt etmək üçün. Lakin insan olandan sonra heyvanlar üsyan etdilər. Yenidən heyvana çevirin bizi, deyə fəryad etdilər. Mefistofel qəhqəhə çəkir. Budur həyatınız. Qardaş az qala bacısıyla yaşamışdı. Həyat sizi necə müthiş hadisələrlə qarşılaşdırır. Sizi necə bir-birinizdən didərgin salır. Qadın mələkdir, deyirsiz.
Qısqanclıq üzündən balalarını doğrayan Medeya yadınızdan çıxıbmı? Kişi qəhrəmandır deyirsiz. İradə, mətanət, zəka timsalıdır. Ehtiraslarını cilovlaya bilməyən, təbii həyatdan, sevimli göyərçinindən ayrılaraq, fahişə anzellərin əsarəti altına düşüb, məhv olanları niyə xatırlamırsınız? Mefistofelin qəhqəhə səsi dünyanı tutmuşdu. 20-ci əsrin Mefistofelləri. Nadan insan, bilmirsən ki, həyatda məqsəd axtarmaq müşkül işdir. Bilmirsən ki, təbiət səni daşlar kimi, qoyunlar kimi, torpaq kimi heç bir məqsəd üçün yaratmayıb. Mən daş deyiləm, torpaq deyiləm, qoyun deyiləm. Mən onlar kimi sadəcə yaranıb ölmək üçün doğulmamışam deyirsən. Bütün bədbəxtliklərinə səbəb elə bu iddia deyilmi? Bilmirsən ki, taleyin çox hiddətli, nifrətli, şər qüvvələrin iradəsindən asılıdır. Bilmirsən ki, dünya məhəbbətdən yox, qəzəbdən yaranmışdı. Səadəti sənə kim vəd etmişdi? Təbiətmi? Səadət iddiası sənə həyatdan nə verib? Hansı arzuna çatmısan? Hansı arzun həyata keçəndən sonra səndə ikrah hissi oyatmayıb? Gənclikdə sevdiyin bir qızı mələk sayır, onsuz keçən ömrü ölüm hesab edirsən. Lakin onu özünə arvad edəndən sonra, nə qədər ki arzu hələ xəyaldır, o cazibədardır, gözəldir. Dostluqdan, qəhrəmanlıqdan, fədakarlıqdan ehtirasla danışırsan. Lakin anlamırsan ki, bunlar hamısı egoizmin pərdələnmiş formasından başqa bir şey deyil. Başa düşmürsən ki, ən yaxın dostun sənin müvəffəqiyyətindən xəbər tutanda ağlına gələn ilk söz, kaş bu xoşbəxtlik mənə nəsib olaydı fikridir. Lakin o, hissini büruzə vermir, sevincinə şərik olur, hətta səni bağrına basıb öpür. Sən isə sevincindən məst olaraq, onun sifətindəki mürəkkəb ifadəni sezmir. Nə gözəl dostum var, deyə düşünürsən. Bəlkə də hər şeyi anlayırsan, lakin tənhalıqdan qorxduğun üçün şübhəni büruzə vermirsən. Dostluğunu davam etdirirsən. Əlacın nədir? Mənə elə bir qəhrəman göstər ki, onun qəlbində şöhrətpərəstlik alovu yanmasın. Hər şeydən artıq özünü düşünməsin. Məhəbbətdən isə heç danışmağa dəyməz. Mənə elə qadın göstər ki, ağır xəstəliyə düçar olmuş, yaxud əlini, ayağını itirmiş ərinin ünvanına, heç olmazsa ürəyində, gör mənim bəxtimə kim çıxdı, deməsin. Əgər doğrudan da ağıllısınızsa, niyə hisslərinizi dərindən təhlil etmirsiniz? Bəlkə qorxursunuz ki, onda özünüzə nifrət edər, yaşamalı istəməzsiniz. Tanıdım səni. Pessimist cildinə girmiş Mefistofelsən. Dünyada yaşamağa layiq olan yalnız qeyri-adi insanlardır. Meymun insanın müqabilində nədirsə, adi insan da qeyri-adi insanın müqabilində odur. Qeyri-adi insan olmaq üçün adiliyi aradan qaldırmaq lazımdır. Bu o deməkdir ki, insana xas olan bütün hissləri ürəyindən qoparıb atmalısan. Onlardan birincisi mərhəmət hissidir. Bu hiss insanı acizləşdirir, cılızlaşdırır, sentimentallaşdırır. Əgər sən ananın tabutu üzərindən sakit adlaya bilmirsənsə, səndən qeyri-adi insan çıxmaz. Qeyri-adi insan zəif, əlillər nəsli yetirən vicdan hissinə də qalib gəlməlidir.
Dünya vəhşi meşəni, cəngəlliyi xatırladanda əzəmətli olur. Burada, bu qladiator meydanında, güclü, gücsüzü əzib sıradan çıxarmalıdır. Şirin quzunu parçalamasında çox ali bir şeiriyyət var. Gücsüzə rəhm etmək, ona əl uzatmaq, dünyanı acizlərlə, biçarələrlə doldurmaq deməkdir. Ən böyük şeiriyyət, şər timsalı olan qaranlıqdır. Qaranlığı şərab kimi içmək, əvəz edilməz bir səadətdir. Tanıdım səni, Nietzsche qiyafəsi geymiş Mefistofelsən. Hər bir mədəniyyət orqanizmə bənziyir. Onun yaranma, inkişaf və süqut dövrləri vardı. Avropa mədəniyyəti öz süqut dövrünə qədəm qoyub. İndən sonra meydana gələn hər bir mədəni hadisə, həmin süqutun nişanəsindən başqa bir şey olmayacaq. Biz ölümə doğru gedən bir dövrdə yaşayırıq. Tanıdım səni, şpenklərlik libasında Mefistofel. İnsanlıq, Yunan mifinin qəhrəmanı Sizifə bənziyir. O ömrü boyu uca bir qayaya daş qaldırmaqla məşğuldur. Lakin daş qayanın başına çatarkən aşağı yuvarlanır və Sizif yenidən öz əbədi işinə başlayır. İnsan həyatında heç bir tərəqqi yoxdur. Heç bir nəticə verməyən əziyyətli, məşəqqətli, əbəs cehd vardı. Çünki ictimai həyat insana qarşı çevrilmiş müdhiş bir qüvvədir. O insanın bütün arzularını, niyyətlərini puç edir. Ricət. Heyrətim gülünc olanda, qəlbim sakit, dinc olanda, min qanadlı, min vüsətli düşüncələr ürəyimi tərk edəndə, mənə qadir şübhə gətir, ey müdriklik, ey ilkinlik, ey munislik, ey ülvilik. Şübhəm sonsuz qəm olanda, şübhəm qəlbdə cəm olanda, insanlıqdan, idealdan, səadətdən yan keçəndə, inamsızlıq bulağından su içəndə, mənə dönməz inam gətir, ey müdriklik, ey ilkinlik, ey munislik, ey ülvilik, qatin şübhəsi, Faust inamı.